فَمَنْ أَعْطَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَ فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى. Əgər kim Allahdan qorxub, malını Allah yolunda verərsə, Allahdan qorxarsa, cənnətə doğrulayarsa, biz onu asan ona müyəssir edək. Yəni, cənnətin yolunu asanlaşdırarıq. وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى وَكَذَّبَ بِالْحُسْنَى فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى. Amma kim bir paxıllıq, həssislik edib, malını qısarsa, Allahdan qorxmazsa və cənnəti doğrulamazsa və yaxud da la ilahe illallahı doğrulamazsa, biz ona cəhənnəmi yolunu asanlaşdırarıq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İ'məlu kullun muyassarun limə xuliqa leh." Siz əməl edin. Kim hara üçün yaradılıbsa, o əməllər ona asanlaşacaq. Dedilər ki, nə üçün əməl edək ki, artıq bilinir kim cənnətə gedək, kim cəhənnəmə. Biz əməl edin. Kimə cənnət əməlləri asanlaşıbsa, əlhamdülillah xeyirdir onun üçün. Kimə cəhənnəm əməlləri asanlaşıbsa, Allah qorusun.